Salam. İmtahanlardan öncə uşaqlarda təşviş, həyəcan, qorxu bəzi uşaqlarda daha çox olur, bəzilərində az olur, bəzilərində heç olmur. Yəni ümumiyyətlə belə baxanda bütün hallar normaldır, amma aşırı olmağı, stresin bu onunla əlaqədar olur ki, valideynlərin gözləntiləri yüksək olur, valideynlərin dəstəyi şərti olur və məhz onun üçün də valideyn şərtsiz dəstək göstərməlidir. Yəni uşaq görməlidir ki, uşağa bu cür ötürülməlidir, bu cür nümayiş olunmalıdır ki, sən bizim üçün hər halda nə olursa olsun, hər zaman çox dəyərlisən. Nəticələr sənin dəyərin sənin müvəffəqiyyətindən asılı deyil bizim üçün bu dünyada. Yəni sən ümumiyyətlə tərifi məhz uşağı müvəffəqiyyətli olanda tərifləmək tək lazım deyil. Həm onda da tərifləmək, həm də ki səylərinə görə, zəhmətinə görə, əziyyətinə görə. Yəni imtahanlar zamanı bu cür göndəriş, bu cür ona düşüncələr ötürmək lazımdır ki, nəticələr normal da ola bilər, yüksək də ola bilər, aşağı da ola bilər. Yəni burada hər cür variant qəbuldur, mümkündür və əsasən uşaqlar özləri də anlamalıdırlar ki, valideynlərin həqiqətən də bu imtahan onların həyatını belə kəskin çox şəkildə təsir etmir. Niyə? Çünki məsələn burada çox qorxu, böyük stres varsa, uşaq özü məsələn təsəvvür etsin ki, tutalım, qəbul olmadı. Tutalım sən bu il imtahanlardan kəsildin, sənin gələn ilin var, sən yenə də verə bilərsən. Sən məsəl üçün universitetə daxil olmaq istəyirsənsə, bir başqa fakültələr, texnikum, kollec, yəni elə bir yerlər ki, hara ki, məsələn, bu ilki sənin balın ona imkan verir. Məsələn, deyirsən ki, yox, yəni, mən mütləq bu il hələ oxumalıyam, mən boş oturmaq istəmirəmsə, məsələn, hər zaman müxtəlif variantlar var. Yəni ki, həqiqətən də bütün həyatını heç kəsin məhz bu universitet bəlirləmir. Çünki özümüz də, biz hamımız görürük ki, öz ixtisası üzrə işləyənlər olduğu kimi işləməyənlər də var. Yəni hər cür olur. Sonradan insan fikrini dəyişir, düşünür ki, bəlkə mən ümumiyyətlə başqa bir peşədə sınayım özümü. Yəni burada variantlar müxtəlifdir. Və valideynin həqiqətən də burada dəstəyi, sevgisi, qayğısı, yəni qorxunc ssenarilər uşağa göstərməməlidir ki, ay sən daxil olmasan və salam, belə dünyanın sonuymuş kimi uşağı bu cür göndərişlər, bu cür nümayiş etdirsəz içinizdəki o, hələ valideyn özü də, yəni ki, həqiqətən də təsəvvür edin ki, belə deyil. Yəni dünya sırf universiteti kimsə bitiribsə, onun həyatı mükəmməldir, gözəldir, belə əl-əlvan olacaq. Elə deyil. Yəni təhsil gözəldir, təhsil lazımdır, olması daha yaxşıdır. Amma ki alınmayanda, məsəl üçün, birinci il imtahanları verdi, daxil olmadı, ikinci il verdi, daxil olmadı. Bu o demək deyil ki, o insanın bu dünyada o qədər cəmiyyət üçün, özü üçün eləyəcəyi o qədər gözəl şeylər var ki, bu dünyada. Yəni, universitet hələ o demək deyil ki, sən belə əsl oturuşmuş, belə püxtələşmiş bir şəxsiyyətsən. Yəni, insan şəxsiyyətini anlayırıq ki, həqiqətən də düzdür, təhsil də bir növ formalaşdırır, amma deyə bilmərik ki, sırf insanın həyatında ancaq təhsil rol oynayır, insanın həyatında birbaşa rol oynayır. Ən birinci növbədə onun xarakteri. Xarakteri, onun təmkinliyi, onun səbri, onun nə dərəcədə resilient insandır, nə dərəcədə adaptasiya olan bir insandır. Yəni ki, o eşitdiyimiz sözlər var, soft skills, hard skills. Yəni ki, burada insanlarla ünsiyyət, kommunikasiya falan, yəni ki, bir çox sahələrdə insan özünü dənəyə bilər. Yəni ki, önəmli deyil ki, sırf universitet diplomu olsun. Olması çox gözəl olsa daha yaxşı, amma olmaması o demək deyil ki, o özünə heç qazancı yeri tapmayacaq, özünü dolandıra bilməyəcək, ailəsinə, yəni elə deyil. Və hər zaman müxtəlif variantlar çoxdur.
Yəni xüsusən də bugünkü gündə, bugünkü zamanədə. Və ikincisi, deməli, indi sırf uşaqların özü ilə danışanda, əgər ümumiyyətlə belə çox yüksək stres falan keçirirsinizsə imtahanlardan öncə, belə bir də görürsünüz nəfəs darlığı insan yaşayır, belə təngi nəfəs falan olur, onda elə 4-7-8 texnikası 4-ə qədər sayıb, burnumuzla havanı çəkirik içəri, 7-yə qədər sayıb saxlayırıq, nəfəsi tutub saxlayırıq, 8-ə qədər də sayıb, yavaş-yavaş şamı üflüyürmüş kimi bu cür biz havanı buraxırıq. Yəni ki, nəfəs alırıq burunla, onda ağız bağlı olur, 7-yə qədər sayıb saxlayırıq, 8-ə qədər də üfləyirik. Sonra başqa bir relaksasiya texnikası da budur ki, məsələn, progressiv relaksasiya deyirlər buna. Deməli, bədənin müxtəlif əzələlərini sıxırsan, biraz saxlayırsan sıxılmış vəziyyətdə, sonra buraxırsan. Ayrıca qolları, ayrıca əlləri, çiyinləri, üzün hətta əzələləri, yəni bütün nə əzələlər varsa bədəndə, ümumi hissə onları sıxırsan, sonra buraxırsan. Bu da relaksasiyaya səbəb olur, belə rahatlaşmağa. Sonra, məsələn, 5-4-3-2-1 texnikası. Məsəl üçün, otaqda 5 fərqli əşyanın adını deyirsən. Sonra 4 deməli, hansı əşyaya toxuna bilərsən. 4 fərqli nələrəsə, materiallar fərqli olsun. Məsəl üçün, biri parça, biri plasmas, biri nə bilim, yumşaq bir oyuncaq olsun, biri top olsun, biri, yəni ki, fərqli də materiallar məhz fərqli olsun. Dəmir olsun, rezin olsun, baxın belə. Sonra, deməli, 3 səs, eşidə biləcəyiniz 3 dənə səs, fərqli. 2 fərqli i, baxın, görün hansı i, otaqda hansı i var. O biri ikinci i, məsələn, tapa bilmirsə, hansısa bir ətir, məsələn. Bir də hansısa bir dad hiss eləmək. Yəni ki, bu, o vaxt bu texnikanı, bu metodikanı tətbiq edirsiniz ki, haçan görürsünüz, belə hələ bilindi, belə havalanmış kimisiniz, stres belə lap sizi belə aparıb da realizasiya bir növ baş verib, depersonalizasiya və onda bu metodika çox yaxşı təsir edir. Yəni, insanında burada həm görmə ilə bağlı, həm görmə vizualizasiya, həm burada audial, həm taktil, yəni ki, müxtəlif bütün duyğulara bir sözlə təsir göstərmiş oluruq. Deməli, belə. Sonra, ümumiyyətlə, imtahan öncəsi bir gün qabaq artıq qalmış. O günkü günə, hələ bunu hər zaman bir çox müəllimlər də deyir, o günkü gün çox dərs oxumaq lazım deyil. Çalışın, çox dincəlin. Yetərincə yata biləsiniz, mütləq. Sonra, məsələn, 25 texnikası, bu da yaxşıdır. Yəni ki, dərsi 25 dəqiqə oxuyursunuz, 5 dəqiqə fasilə. Yəni, ümumiyyətlə də dərs çalışan aylarda hər dəfə, yəni birdən-birə oturub 2 saat, 3 saat dalbadal fasiləsiz oxumaq yox, o da bir gərginlik yaradır insan üçün. Ona görə 25 dəqiqə dərs oxudunuz, 5 dəqiqə fasilə, yenə 25 dəqiqə, yenə 5 dəqiqə fasilə. Sonra, məsələn, valideyn görürsə, öz danışığı ilə, özü təşvişlidirsə və öz danışığı ilə, öz sözləri ilə uşağın təşvişini artırırsa, bunu müşahidə edibsə, yəni bəzən susmaq, ümumiyyətlə susmaq daha yaxşıdır. Nəinki uşağın o təşvişini artırmaq. Yəni bəzən həqiqətən də çəkilmək kənara, bəzən uşaq hələ özünü, bilirsiniz necə onlar formalaşırlar, onlarda hormonal fon da dəyişir. Onların onsuz da, yəni ki, fiziki cəhətdən, fizioloji olaraq bədəndə dəyişikliklər gedir. Onlar hələ formalaşırlar. Onlara heç də asan deyil. Hələ onlar özləri ilə yeni tanış olurlar. Yəni yeni özləri ilə, yeni o, yəni bədən dəyişir, xarakter dəyişir, qavrayışda çox böyük dəyişikliklər olur. Bu məhz biraz çətin dövrüdür uşaqların. Onlar emosional olaraq qeyri-stabil olurlar. Və onun üçün də burada həssas yanaşmaq çox önəmlidir. Düşüncəli, həssas, dəstəkləyici, müdrikcəsinə. Yəni, uşaq aqressiya göstərirsə, uşaq ağlayırsa, məsələn də nədənsə
nə isə tutan testləri yaxşı yazmadı, nə bilim sınaq imtahanlarından yaxşı keçmədi, nələrsə də bunun kimi bir şeylər baş verirsə, yəni onunla oturub o ağlayır, siz də ay gözünüzün yaşını tökəsiz. Yox, yəni ki, burada yetkinlə uşaq fərqlənməlidir. Uşaq aqressivdirsə, uşaq qıcıqlıdırsa belə, hər kəsə qıcıq olursa, siz də ona qarşı hələ o cür reaksiya verməniz, bu nədir? O da uşaq pozisiyasında, o da yeniyetmə, siz də onda yeniyetmə pozisiyasında və yeniyetmə pozisiyasında olan bir yetkin uşağa necə dəstək ola bilər? Heç cür. Yəni yetkin insanın borcu odur ki, uşağın o negativ emosiyalarını emal eləsin. Yəni necə uşaq gəlir aqressiya ilə, qıcıqla, qorxu ilə, əsəblə, məsələn də qanı qaradır, bitkindir, belə qapalıdır özünə. Onu elə bilin ki, siz göndəriş eləyəndə pozitiv, sakit, qucaqlamaqla, sakitləşdirməklə ki, narahat olma, hər cür nəticə mümkündür, belə də ola bilər, yaxşı versən, yaxşı, yəni super olsa, nəticə çox yüksək olsa, yenə yaxşı, çox gözəl, nəticə istədiyimiz kimi olmasa da, yenə də, yəni ki, bizim hər zaman müxtəlif yollarımız var. Yəni uşağı göstərmək lazımdır ki, bundan sonra da müxtəlif addımlar atmaq olar. Bundan sonra da bir çox şeylər etmək olar. Yəni ki, etməyimiz də normaldır, düzgündür. İstəsən edə bilərsən, istəsən saxlayıb gələn il yenə də o imtahanları təzədən verə bilərsən. Yəni ki, ancaq uşağa biraz belə geniş formada, biraz ətraflı formada həm danışmaq, söhbət etmək, sakitcə, tələsmədən, üzbəüz onunla belə əllərini tutaraq, belə qucaqlayaraq, yəni siz də onda nə olur? Onda siz onun emosiyalarını ağır, çətin onun üçün olan ağır duyğuları, emosiyaları siz onları emal edirsiniz, normala salıb qaytarırsınız ona, onun özünə təzədən. Yəni onda uşaq necə olur? Hələ formalaşmaq dövrüdür onun. Axı bu hələ böyüyür, bu hələ yetkinləşməyib. O zaman siz ona göstərmiş olursunuz ki, bax sənin üçün də çox belə baxanda önəmli bir dönəmdir. Elə də asan bir dönəm deyil, amma ki bu dönəmlə necə baş etmək lazımdır, necə baş etməlisən. Yəni ki, ümumiyyətlə sonradan da gələcəkdə də stresli, çətin situasiyalarda olanda ona bunu siz necə aşılamış olursunuz. O daha da möhkəm insan olur. Yəni həyatda çətinliyin qarşısında başını itirmir. Yəni başqa cəmaatın üstünə qaçmır ki, ay mən neyniyim, necə eləyim, ay mənə kömək elə. Yəni ki, gedib kimdənsə kömək istəmək ümumiyyətlə həyatda bu normaldır. Yəni insanıq, kömək istəyir. Yəni valideyn hər zaman uşağa həqiqətən də nümunə olmalıdır ki, təmkinli, sakit, mehriban, anlayan, başa düşən, dəstəkləyən. Yəni elə bir valideynin uşağın yanında olması o uşağın ümumiyyətlə, yəni o özü də zamanla belə bir insana sonra çevrilir. Yəni niyə deyirlər ki, sən uşağa çalışma deyəsən ki, belə ol, elə ol, elə ol, belə ol. Niyə deyirlər ki, sən özün o cür ol? Çünki sən o cür olduqca, axı o böyüyür, axı o formalaşır, o səni yamsılayır. Anlamadan, bilmədən, istəmədən, şuursuzcasına bu bunu edir. Yəni şuurlu şəkildə də yamsılamaqları olur uşaqların, təkrarlamaqları, davranışı, sözü. Yəni şuurlu şəkildə də olur, yəni şuursuzcasına da olur. Belə də olur, elə də olur. Ona görə, yəni bax, uşaqlar özlərinə siz görəndə ki, valideyn sizə qarşı belə çox da yetkin insan kimi davranmır, aqressivdir, anlamır, dəstək olmur. Bax, siz onda özünüzə bu cür tam da dəstək olun. Yəni bu şəkildə özünüzü sakitləşdirin, özünüzə elə bilin, dinləyin. Mənim qorxum nədir? Bu çox da doğrudan qorxulu bir hadisədirmi, bir dönəmdirmi həyatımda? Bəli, məsuliyyətli bir zamandır. Daha məsuliyyətli, nəinki məsəl üçün 4-cü sinif, 5-ci sinif, 11-ci sinif, 9-cu sinif biraz daha məsuliyyətlidir. Amma bu o demək deyil ki, mən imtahanların nəticəsi yaxşı olmasa və salamda dünyanın sonudur, heç də elə deyil. Yəni özünü insan
sakitcə, yəni sən uşaqsansa, məsəl üçün də 16 yaşındasan, 14, 15 fərq yoxdur da 9 ya 11-ci sinifdir bu. Yəni özün özünə qarşı təmkinli ol. Özün özünü belə hələ göstər ki, hə, mənim üçün yollar müxtəlifdir, fərqlidir. Mən özümə aşırı yüklənməməliyəm. Mən özüm, yəni ki, xaotik şəkildə dərsləri etmək, ay bunu ona töküm qabağımı cürəbəcür fənləri, biraz ondan, biraz bundan yox, etaplarla, hissə-hissə, sakitcə, yəni nə qədər belə sən işlərini, dərslərini belə disiplinli şəkildə də belə orqanizə etsən, quraşdırsan, hələ bil ki, planlasan günüvü, dərsləri, nəyi nədən sonra, nəyi nə qədər, nəyi biraz çox, nəyi daha az və o plana uyğun, onda ümumiyyətlə psixika üçün də planlaşdırılmış şəkildə biraz dərslərə yanaşmaq, sinir sistemi üçün də bu daha yaxşıdır. Nəinki belə xaotik şəkildə. Yəni, həmin dəstəyi, istədiyin dəstəyi valideynindən görmürsənsə, sən özünə o dəstəyi verə bilərsən. Yəni, bu çox mümkündür və verməyin sənin ancaq xeyrinədir. Yəni, panikaya düşmək, necə olacaq, nə edəcəm, mən filan şeyi bilirəm, filan şeyi, mən hansısa fənləri çox zəif bilirəm, bunu daha güclü bilirəm. Zəif bildiyin fəni, hə, məsələn, onu daha önə çəkirsən, imtahanlardan bir neçə ay öncə, bir il öncə, yəni biraz əlbəttə ki, onu daha çox məşğul olursan. İndi artıq son zamanlardırsa, artıq belə, hə, yaxınlaşırsa imtahanlara doğru gedirsən, vaxt az qalıbsa, onda yəni ki, panika hər zaman insana nə edir? Ancaq mane olur. Yəni soyuqqanlı şəkildə, sakit şəkildə özünü belə oturdursan, deyirsən ki, dayan, gəl bir dənə sakit-sakit, yavaş-yavaş düşünək. Mən filan fəni belə bilirəm, bundan bu qədər təxminən bal ala bilərəm, bundan bu qədər, bundan bu qədər və salam. İndi, yəni aşırı özündən çox böyük gözləntilərə girmək də, o da insan çaşdı. Tövsiyə edərdim. Çox belə məsləhət görürəm. Özümün bəyəndiyi, məsəl üçün hal-hazırda səhv demirəmsə, 1-ci kurs tələbəsidir. ADU Universitetində Fidan Rüstəmli. Onun kanalı var. Baxın, onun bir neçə dənə videosu var imtahanlardan öncə, hələ universitetə daxil olmamışdan da öncə. Necə hazırlaşırdı, neynəyirdi, hansı fənlərlə. Yəni ki, o insanın münasibəti ümumiyyətlə həyata, imtahanlara, bilirsiniz necə həm ciddi tərəfi var əlbəttə ki, həm zarafat yana tərəfi var, həm belə özünə qarşı anlayışlı, çox bir şeylər ondan öyrənmiş olarsınız. Çünki yaşınız da onun yaşına çox uyğundur. Ona qulaq asında onun danışığı, gülməyi, o cür gözəl bir atmosfer yaranır onun videolarında, yəni var. Həm çox məlumat alacaqsınız, həm onun o danışmaq, o videonun formatı, hansı üslubla belə müraciət edir öz izləyicilərinə, o qədər həm sizə gözəl təsir bağışlayacaq, həm rahatlaşdıracaq, həm sakitləşdirəcək. Yəni ki, baxın, o qızın hələ bil üzərindən də ona baxaraq o cür siz də özünüzə yanaşın, siz də özünüzə o cür, o necə dəstək olursa özünə, o necə anlayırsa, o necə özünə qarşı, məsəl üçün, zaman-zaman tələbkardırsa, baxıb onun həqiqətən də o yaxşı bir nümunədir, gözəl bir nümunədir. Yəni tövsiyə edirəm, baxın. İmtahandan öncə uşağa deməniz ki, məsələn də uşaq özü də özünə, şagird özü də özünə deyə bilər bunu ki, yəni ki, mən əvvəllər də çətin situasiyalarla baş edə bilmişəm, müxtəlif, yəni yadına salsın, yəni yadıva sal, gör. Haçan hansı situasiyaları qəşəngcə çözə bildin, öhdəsindən gəldin. Yəni ki, çözə bilmisənsə, valideynlər bu cürdüsün ki, sən bir neçə çətin situasiyaları öhdəsindən gələ bilmirsən, bunun da öhdəsindən gələcəksən. Yəni ki, imtahanlar bitdikdən sonra artıq
demək ki, uşağa bu cür göndəriş etmək ki, əsas odur ki, sən əlindən gələn hər bir şey etdin. Bunu da, yəni bu da bir növ çox gözəl dəstəkdir. Məsələn, uşağa demək ki, önəmlidir bunu demək uşağa ki, səhv etmək normaldır. Sən səhvlər edə bilərsən. Hər bir insan səhv edir, zaman-zaman səhvləri olur. Və ümumiyyətlə, məsəl üçün də imtahanlardan öncə testlər edəndə hətta qəsdən səhvlər də edin ki, yəni ki, beyin öyrəşsin buna. Yəni siz əgər belə perfeksionist bir insansınızsa, deyirsən ki, yox, məndə heç bir səhv ola bilməz. Perfeksionizm ümumiyyətlə insanlara da çox belə daim gərgin saxlayır. Yəni daim insan özündən narazı olan insan, daim ideala can atan insan necə ola bilməz də, yəni o gərgin bir insan olmasın. Onun üçün də özünüzə o ixtiyarı, o icazəni verməlisiniz ki, mən səhv edə bilərəm və zaman-zaman həqiqətən də beynini insan öyrəşdirməlidir ona ki, mən səhvləri edə bilərəm, səhvlərə yol verə bilərəm və qəsdən hansısa bir testlərdə, yəni özünüz üçün edəndə, yəni deyirəm də imtahanlar zamanı yox, başqa bir zamanlarda qəsdən səhvlər buraxmaq ki, yəni insan buna icazə verməlidir və valideyn də bu cür sözlərlə, ifadələrlə uşağa o da bir dəstəkdir onun üçün. Yəni o da uşağın əslində stresini azaldır, göstərir ki, yəni mənim gözləntim elə deyil səndən ki, sən belə hər şeyi %100 etməlisən. Belə bu qədər. Yaxın zamanlarda imtahan verən bütün abituriyentlərə, bütün şagirdlər olsun, tələbələrə, hamıya uğurlar arzulayıram. Və onu bilin ki, siz hər biriniz çox amma çox dəyərlisiniz və sizin dəyərinizə bu imtahanların nəticəsi belirləmir. Sizin dəyəriniz o imtahan nəticələrindən asılı deyil.